Romantik elədim. Başlayır. Tamam uşaqlar, getdik. Deməli, Sultan, icazə verirsiniz, dərsə başlayır. Tamam. Yaxşı. Dedik uşaqlar, 3 əsasdan y bölünsün, 3 əsasdan 10. Nəyə bərabərdir bu? Loqaritma LCY-yə. O da bərabərdir. Buradan x ilə y-nin yerini dəyişərəm. Olacaqdır LCY vurulsun. 9 ilə da y-nin, yox, dəyişmirəm. 9 üstü LCY-yə. Burada qüvvətin məşhur bir xassəsini xatırlayıram. A üstü x-i B üstü x-ə vuranda mən necə yaza bilərdim? A vur B üstü x kimi. Onda buradan alıram ki 27 üstü LCY bərabərdir 9x üstü nəyə? LCY-yə. Demək ki uşaqlar 9x nəyə bərabər imiş? 27-yə. Onda x neçədir uşaqlar? 3-dür. Aydındır. Yaxşı, sizə bir dənə fx bərabərdir loqaritma a əsasından x funksiyası verilibdir. Onda gənclər, burada 3 dənə məsələyə diqqət edəcək. 1. A sıfırdan nə olacaqdır? Böyük olacaqdır. 2. A heç vaxt 1-ə bərabər olmayacaqdır. 3. X də sıfırdan nə olacaqdır? Böyük olacaqdır. Bu bilgilər bizə loqaritmik funksiyanın təyin oblasını tapmaqda kömək edəcək. İndi sualda nə deyir? Funksiyanın təyin oblasına daxil olan tam ədədlərin sayını tapın. 2020. Deməli, birinci qayda nə idi? Əsasımız. Yəni x çıxılsın 4, sıfırdan nə olacaq? Böyük. Çox bəsitdir. Demək ki, x 4-dən böyük. Bu 1. 2. Əsasımız. Yəni x çıxılsın 4. Ayda, taksi gəldi. Gözlə. Alo. Heyvancı deyəsən südü özləri inəklər. Hələ gəl çıxır. Kartı göstərmişdir bu arada. Yox bre. Tamam uşaqlar, tamam. Deməli bir də x çıx 4 birdən nə olmalıydı? Fərqli olmalıydı. Demək ki x neçə ola bilməz? 5 ola bilməz. Digər tərəfdən gənclər 8x çıx x kvadratın da nə olması lazım idi? Sıfırdan böyük. Bərabərslik eləyirdik, necə xatırlayaq? Birinci, sağ tərəf sıfırlanırdı. Zaten sıfırlanıb mı? Sıfırlanıb. Sol tərəf qruplara ayrılırdı. 8 vur 8 çıx x böyük 0. Hər qrupdan kök tapılırdı. X bərabər 0 və x bərabər 8. Köklər ədəd oxunda sıralayırdı. Kiçik olan kimdir? 0, sonra kim gəlir? 8. Ayso, hər birindən bir dənə olduğuna görə uşaqlar bu təşkilatlı köşdür. Belə göstərirdik. Ən sağın işarəsini müəyyən edirdik. Nədir? Mənfi. Niyə mənfidir uşaqlar? Bax, bu müsbətdir, bu mənfidir. Vuranda nə edir? Ədəd qoymuruq. Matematikçisiniz. X-in əmsalına baxsınız. Burada x-in əmsalı nədir? Müsbət, burada nədir? Mənfi. Vuranda nə edir müsbəti mənfiyə? Mənfi. Sonra müsbət, sonra mənfi. Tək qatlı köşlə qarşılaşanda işarə dəyişir, cüt qatlı köşlə qarşılaşanda işarə dəyişmir. Bizə nə lazım idi? Müsbət, yəni bu hissdir. Demək ki, nəticə olaraq x hansı aralıqdadır usta? 0-8 arasında 5-dən də, 4-dən də böyükdür və 5 olanmaz. Onda bizim cavabımız budur. 4-dən 5-ə birləşsin, 5-dən neçəyə? 8-ə. Onda hansı tam ədədlər var burada? 6 və 7. Tam ədədlərin sayını tapın deyir, cavab 2. Aydındır? Nəysə başa düşmədin? Düzdür deyirəm. Bərabərsizlik mi anlamadım? Əslində bu da oldu. Sadəcə orada bəzi əksliklər var da, bəzi müəllimlər onları demir. 1. Orada kökün tək qatlı, cüt qatlı olması önəmlidir. İşarənin dəyişib dəyişmədiyinə təsir edir. 3. 2. Sən işarəni müəyyən edəndə ora ədəd qoyub vurmalı deyilsən. X-in əmsallarını vurub işarəni müəyyən edirsən. Başa düşdün? Çünki əziyyətdən qurtulursan da və sağdan sola doğru gələndə əgər tək qatlıdırsa işarəni dəyişirsən, cüt qatlıdırsa işarəni dəyişmirsən. İndi biz bərabərsizlik deyildə mövzumuz. Bərabərsizlik keçəndə daha yaxşı izah edəcəyik. Yaxşı. Sıradakı deyir ki, funksiyasının qiymətlər oblastını tapın. Qiymətlər oblastını tapın. Uşaqlar biz nə edərik? X-lə 2-nin yerini dəyişərik. Alarıq ki, x üstü loqaritma 2 əsasdan 2. Nə 2 əsasdan 2? 1. Oldu nə? X. İndi buradan cavabın x olması sizi çaşdırmasın ha. Məsələn, funksiya belə verilsəydi, fx bərabər x, nə idi bunun qiymətlər oblastı? Mənfi sonsuz, müsbət sonsuz, bütün qiymətlər ola bilər. Amma verilən intervala mənfi olanmaz axı. Demək, cavab nədir? Sıfırdan müsbət sonsuz. Niyə? 1-ə? Sıfırdan müsbət sonsuz. Aydındır? Baxın, funksiyanın necə verilməsi önəmlidir. Baxın, 2 dənə funksiya verirəm sizə. 1. Fx bərabər x. 2. Fx bərabər kök altda x-in kvadratı. Nəticə olaraq uşaqlar, bu da x demək deyilmi? Bəli. Amma sən burada təyin oblastı nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Burada təyin oblastı nədir? 0 müsbət sonsuzluq. Deməli, əsl olan nəticə deyil. Əsl olan verilmə şəkli. Sənə necə verilir? Aydındır? Çünki kök altda mənfi olmaz axı. Ona görə 0-dan müsbət sonsuzluq. Gəldik sıradakına. Birincisi gənclər 2021.
3'də 1-i buradan görürük. 3'də 1-i yerinə nə yazar uşaqlar? 3 üstü mənfi. O mənfi bir qabağa keçərmi? Keçər. Alacaq ki, loqaritma 3 əsasdan sinus 43 dərəcə çıxılsın. Loqaritma 3 əsasdan kosinus 47 dərəcə. İndi əsaslar eynidirmi? Sinus 43 kosinus 7. Eynidir. Loqaritma 3 əsasdan sinus 43 bölünsün kosinus 47. O elə 1 eləyir. Bunların toplamı 90'da axı. Birinin sinusu, digərinin kosinusudur. Demək ki, bir-birinə bərabərdir. Onda nə alacaq uşaqlar? Loqaritma 3 əsasdan 1, o da nə elədi? 0. Bu hissə elədi 0. Cavab nədir? 4-də 0-ın cəmi? 4. Aydındır. Sıradakı. Deyirik ki, A 1-dən böyükdürsə, fx bərabərdir loqaritma A əsasdan x neysə funksiyadır? Artan. Artan funksiyanın belə bir özəlliyi var idi. Nə idi özəlliyi? Bəli, artan funksiya işarəni saxlayırdı. Yəni uşaqlar f funksiyası artan funksiyadırsa, məsələn A B-dən kiçik olanda f A da f B-dən nə olurdu? Kiçik olurdu. Amma yox, f funksiyası azalan funksiyadırsa, n m-dən kiçik olanda fn fm-dən nə olurdu? Böyük olurdu. Aydındır? Fn fm-dən böyük olurdu. İndi demək ki, loqaritma funksiyasında əgər A 1-dən böyükdürsə, funksiya olacaqdır artan. Əgər A 0 ilə 1 arasındadırsa, funksiya olacaqdır nə uşaqlar? Azalan. İndi baxıb görək burada nə deyir? Deyir ki, diqqət elə. Əsas neçədir uşaqlar? 2-də 1. Əsas neçədir? 2-də 1. Onda yazacağız uşaqlar, loqaritma 2-də 1 əsasdan x çıx 2 vurulsun x plus 2. Böyük bərabərdir loqaritma 2-də 1 əsasdan 12. Sual, 2-də 1 əsasdan... Əsasları elə amma işarəni dəyişək. Soğuk. Çünki dedik ki, azalan funksiya daxil 2-də 1 əsasdan x. Dolayısıyla işarəni saxlamayacaq. Onda buradan çıxan sonuç budur. X kvadratı çıx 4, kiçik bərabərdir 12. Salam qardaş. 7-də gəl da. Çox mantıqlı, aferin. Hə, 4'ü attım o tərəfə. X kvadrat kiçik bərabər neçəyə? 16. Hər tərəfi kökə saldım uşaqlar. Modul x kiçik bərabərdir 4. Nə deməkdir bu? Mənfi 4 kiçik bərabər x. Amma x zaten mənfi olanmaz ki, mənfi 4 olanmaz. Yoxsa ola bilər. Neçə olanmaz uşaqlar? Birincisi, x çıx 2'nin nə olması lazımdır? Verilmə şəklinə görə. Müsbət. Demək ki, x əvvəla neçədən böyük olacaq? 2'dən. 2'dən böyükdür, 4'dən də kiçik bərabərdir. Onda hansı aralıqdadır? 2-4 arasında. Onda hansılar var uşaqlar burada? 3 və 4. Neçə tam əldə var? 2. Aydındır. Diqqət edin, burada gəlib 9 yazmayın buna. Düzdür, siz bunda 9 yazmazsa 8 yazarsınız, amma yenə. 0'ı nəzər almarsınız da. Amma yenə. Aydındır. Birinci verilməyə də baxın, görün necə verilibdir. Sonra, verilənlərdən neçəsi müsbətdir? Vay. Deməli uşaqlar. Yox. Burada əsas məsələ nədir? Gəlin bura bunu not düşün. Not neçə olur uşaqlar? 8, not 9. Baxın hələ. Not 9. Deməli uşaqlar, loqaritma A əsasdan 1. Əgər A da 1-dən böyük, B də 1-dən böyükdürsə, onda buna x deyək da. Onda x müsbətdir uşaqlar. Əgər A da 1-dən kiçik, B də 1-dən kiçikdirsə, onda x nədir? Mənfidir. Təbii ki, 1-dən kiçikdir, amma 0-dan da nə olmalıdır? Böyük da. Bağışlayın, ne yox? Onda yenə x müsbət. Səhv dedim. Əgər ikisi də 1-dən böyükdürsə, ya da ikisi də 1-dən kiçikdirsə, onda cavab nə olur? Müsbət. 2. Əgər biri 1-dən böyük, o biri 1-dən kiçikdirsə... Ədələnmə. O kartda... Gətir. Bax, uşaqlar. Südü mən atar baxdırsa, sizə süd aldım. Bax sizin ərabə dərsinizin mənim xeyri. ƏDV-nin vurubları 100%. Ne var deyəsən? Təkcə süd istəmişsiniz. Bax. Yaxşı. Dərsi bitirə sonra içək. Yox, yoxsa indi içmək istəyirsən? Dərsi bitirə sonra. Bunu hara asın? Sizin mənə xeyri. Bundan sonra ərabədə salmayın. Yox, zarafat deyirəm. Tək ərabəyə gəlin, müəllimimizin pulu soğuk. Allah siz canınızdan eləsin.
Ha, sizə 2 dənə, sıxıntı yoxdur. Sizə inəyin özünü alacaq. Yaxşı, uşaqlar. A birdən böyük, B birdən kiçikdirsə, onda x olacaqdır mənfi. Ya da tərsinə, A birdən kiçik, B birdən böyükdürsə, x yenə nə olacaqdır mənfi. Qısası gəlsə, hə. 1 olan var, rəzdir. Hə, B 1 olsa 0 olur, o başqa. Müthişdir. Bəli. B1 olanda 0 olursa cavab. Deməli, nə tər oldu? Başdan alırıq. Əsas var, uşaqlar. Bir də arqument var. İkisi də birdən böyükdürsə, müsbət. İkisi də birdən kiçikdirsə, müsbət. Biri birdən böyük, biri birdən kiçikdirsə, mənfi. Getdim də suala. Getdik suala. Görün nə deyil. Deyir, logaritma y əsasdan pi. Y birdən böyükdürmü? Pi birdən böyükdürmü? Demək cavab müsbət. Logaritma pi əsasdan y. Müsbət. Sinus 42 və kosinus 44. Neylisən 30'u? Sinus zaten en çok nesi olur? 1 olur da. Bu birdən kiçikdir, kosinus da birdən kiçikdir. Cavab müsbət. Tangens 40 və tangens 50. Burada indi sənin məntiqin gözəldir, deyildi. Tangens 40, tangens 45'dən kiçikdir. Bu müsbətdir. Birdən kiçikdir. Tangens 50, tangens 45'dən böyükdür. Birdən Biri böyükdür. böyükdür, yenə müsbət. Deməli mənfi. Bu mənfi. Hər ikisi eyni versə, yəni balacaqsa. Hər ikisi birdən balacadırsa, cavab müsbətdir. Hər ikisi birdən böyüksə, cavab müsbətdir. Biri böyük, biri balacadırsa, mənfidir. Sırada kök 3 və kök 5. İkisi də birdən böyükdür, cavab müsbət. Kök 3 sıx 1 və kök 2 plus 1. Niyə qardaş? Kök 3 sıx 1 birdən kiçikdir da. Kök 3 1 tam neçədir? Birin çıxanda 0 tam neçə? Burada nədir? Mənfi. Neçəsə müsbətdir? 4 dənəsi. Bir məşhur sualdır. Bəli. Sən gel. Oradan elə ışınlan ki, uşaqlar narahat edər. İnşallah. Ha. Yaxşı. Gəl sən. Gəl sən südü də verin. Ay sağ ol. Gecə yatmazdan əvvəl. 2 əsasdan 3 saat uşaqlar, 3 əsasdan 5 dənədir. Deyir ki, logaritma 12 əsasdan neçəni tapır? 75'i tapır. Ziya, istəyirsən bir dənə sinifi də verəcək, indi onu izləyənlər deyir, görən orada nə qədər adamlar, bir dənə görsün də görsün. Sizi də. Yaxşı. Deyir ki, A və B ilə ifadə eləyin. A və B ilə ifadə eləyin. Bizlikdir. Baxın, görün nə deyir. Deyir ki, bizə verilən əsasın 3 olduğundan. Yəni, baxın, bizə 3 əsasdan 5 verildi, baxın. Bizdə ağıllı adam baxın. Burada 2 əsasdan 3'ü görürük. Həmən deyir ki, 2 əsasdan 3'ü mən 3 əsasdan 2 kimi yaza bilərəm. Çox rahatdır, düzdürmü? 2 əsasdan 3 neçədir? İlahə. Yox, 2 əsasdan 3 A'dır, verilənə görə. Onda həmən mən bilirəm ki, onda 3 əsasdan 2 nədir? 1 böl A'dır. Demək ki, məndən, baxın, qurban ol. Qurban olduğum, qulaq as. Bax, indi 12 əsasdan 75'i mi axtarır? Neçə əsasa gətirəcəm? 3. Niyə? Çünki mənə verilən üstüdə. Bax, yöntəm budur. Mən həmən 12 əsasdan 75'i yazıram. 3 əsasdan, şu an 7 olmalı da. 3 əsasdan 75 bölünsün, 3 əsasdan neçə? 12. Bu 7. 3 əsasdan 75'i açanda nə olacaqdı? 75. 3 əsasdan 3, 3 əsasdan 5, 3 əsasdan 5. Razısınız? 3 əsasdan 12'ni açanda nə olacaqdı? 3 əsasdan 3, 3 əsasdan 2, 3 əsasdan 2. Razısınız? Bəli. İndi, uşaqlar, bu 1'dir, doğru mu? Bu 3 əsasdan 5 nədir uşaqlar? B'dir, bu da B'dir. Nə oldu uşaqlar? 1 plus 2B. Bu nədir uşaqlar? 3 əsasdan 3, 1'dir. Bu 1 bölü A'dır, bu da 1 bölü A'dır. Toplayanda nə olacaq? 2 bölü A. Məxrəcdən qurtulmaq üçün sürət və məxrəci A'ya vururam. Nə əldə edirəm? A plus 2B bölünsün, A plus 2. A plus 2, A plus 1, A plus 2. A plus 2 eləmir uşaqlar. Hər tərəf A'ya vuranda. A plus 2 A. Kəndimdə şübhə et. 2 AB, A plus 2 AB olmalı. Haqlıymış ha. Bəli, 2 AB olmalıydı. Bəli, orada kiçik bir xəta eləmiş. Yaxşı, indi gəlin suala baxaq. Baxın, nə verib bizə? LG2'ni. Neçəymiş LG2? X. Nə verib? LG9'u. Neçəymiş? Y. LG-ni görən kimi bildik ki, əsas 10 olacaqdır.
Onda nə istəyir bizdən? Loqaritma 5 əsasdan neçədir? 18. Bunu yazaram. LC 18 böl. LC neçə? 5. Diqqət edin uşaqlar. LC 18 demək 2 vur 3 vur 3 deməkdirmi? Bəli. LC 5 demək 10 böl 2 deməkdirmi? Bəli. LC 2 vur 3 vur 3'ü mən LC 2 plus LC 3 plus LC 3 kimi yaza bilərəmmi? LC 9 kimi yaz. Hə, daha yaxşı olar. Düz deyirsiz. Düz deyirsiz. Bunu da nətər yazaram? Tamam. LC 10 çıxılsın nə? LC 2. Bu elə LC 9 demək də. İkinci tərəf. Bu. LC 9 nədir? Y. LC 2 nədir? X. Bölünsün LC 10 nədir? 1 çıxılsın LC 2 nədir? X. Aydındır. Cavab nədir? X plus Y böl 1 çıxılsın X. Zoomlayın müəllim. Dərsə fikir ver. Sıradakı. Aha. 22. Deyir ki 2 əsasdan 12. Gənclər. Hemen 2 əsasdan 12'ni nətər yazıram? LC 12 bölünsün LC 2. Bölünsün LC 2 böl LC 24. Buna bölmək bunun tərsinə nə demək? Vurmaqdan da olacaq. Vurulsun. LC 24 bölünsün nə? LC 2. Çıx. Bu LC 2 logaritma 2 əsasdan 48 nətər yazıram? LC 48 böl LC 2. Vurulsun. LC 6 böl LC 2. Çox gözəl. Nətəri? Hətta buna bölmək onun tərsinə vurmaqdır da. Yaxşı. Gənclər, yaxşı yerdəyik. Yaxşı yerdəyik. Gəlin belə bir iş görək. İndi logaritma LC 12'ni mən necə yaza bilərəm LC 12'ni? 2 üstə gəlinsin. Nətəri? LC 2 plus LC 6. Belə yazaq da uşaqlar. LC 2 plus LC 2 plus LC 3 mü? Bəli. Biraz uzun gedəcək ya deyəsən. Nətəri? Bəli, məntiqli. Bu neçədir? 48'dir. Hə, tamam, düz deyirsən. Bir dənə uşaqlar, məxrəslər eynidir da. Məxrəslər nədir? Məxrəslər LC 2 vur LC 2 də. Yəni LC 2 vur LC 2. Bu məxrəsdir. Sürətlə işləyək. Deyir ki, also Bəli, 12'nin yerinə nə yazar? Bəli, LC 2 plus LC 6 vurulsun. 24'ün yerinə LC elə 24'ə bəlkə dəymi? 48'i də şey kimi yazaram. 24 Hə, ona dəymiyim. LC 24 qalsın, çıxılsın. 48'i yazım. LC 24 plus LC 2 6'nı da yazım. Dəyim. LC 6. Vura qaçaq görək nə alırıq? LC 2 vur LC 24, üstə gəl LC 6 vur LC 24, çıxılsın LC 6 vur LC 24, çıxılsın LC 2 vur LC 6. Allah'tan bunlar getdi mi? Getdi. LC 2'ni möhtərizə xaricinə çıxarsam uşaqlar, nə qalacaqdır? LC 24 çıx, LC 2. LC 6. Bu da olacaq uşaqlar. LC 2 vurulsun, LC 4. Bu da mənim sürətim oldu mu? LC 2 vurulsun LC 4. LC 2'lər getdi mi? Getdi. Nə qaldı uşaqlar? Logaritma 2 əsasdan 4, o da 2. Çox qəşəng suallar. Bəli. Sizin də köməyinizlə rahat söz. Gözəl uşaqlar. Gəldik sıradakına. Uşaqlar, logaritma 11 əsasdan 1001. 1 bölünsün 11 əsasdan 1001'i həmən nətər yazaram? 1001 əsasdan 11. Bunu nətər yazaram? Hamısını tərs bir-birinə 1001 vuran biri əsasdan 1001 7. edir. O birini 1001 əsasdan 13. İndi hamısının əsası neçədir? Onda bunu yazaram logaritma 1001 əsasdan nə kimi? Onları bir-birinə vuraram 1001. Cavab nə eləyər? 1. Tamam. Bu isə elədi 1. O birçilər də çarpaz mən belə eləyim 7-dən 7-yə. Yox, gəlin yazaq da, səbirli olun. Nətər yazaq? LC 11 böl LC 7. Bir plus 1, 2. O biraz elə bir şey deyil da, etik deyil da, riyazi baxımdan. O kəsir deyil ki, sən onu ixtisar edəsən. Elə olmaz. Yaxşı. Bilirsən niyə? Sonra da deyəsən ki, müəllim 4 əsasdan 8'i vuruq, məsələn 16 əsasdan 24'də. Burada da bundan bu ixtisar edir, bura 2 yazasdan hər şey qalacaq. Elə şey olar. İndi bunu öyrənəcəklər burada. Ramazan müəllim dedi ki. Deyirəm, yəni belə olmaz.
Belə olmaz. Yaxşı. İndi uşaqlar, buna mən baxıram. Nə deyir burada? 4 əsasdan 20 vurulsun. Hüseyinzadə, deyirsən ürək? Zoomluyum müəllim. Yox, yox. Zoomluyum mən. Tərsə fikir ver. Yaxşı. Buna, buradan özüm baxıram, görürəm ki, bax, siz də bir fikir verin də. Belə bir şeylər var da, A vur B bölünsün, məsələn, A-lı beri bir şey da, bilmirəm. A plus B plus 2. Bu mənə heç də vermir da. Amma bu tərsinə olsa, mən onların hər birini tək-tək yaza bilərəm da. O mənə çox şey verir. Buna görə də mən nə edirəm? Aşağıda gördüğün kadar. Gəlib buna bir dənə nə deyirəm? A. Deyirəm, tamam, mən A-nı tapmaq çətindir. Amma 1 bölü A-nı tapmaq asandır. 1 bölü A burada nəyə bərabər olur uşaqlar? 16 əsasdan 20 üstə gəlirsin, 25 əsasdan 20 bölünsün. Logaritma 4 əsasdan 20 vurulsun, logaritma 5 əsasdan 20. Məncə bu daha rahat tapılacaq. Niyə? Çünki baxın, 16-nı yerine nə yazaram? 4 üstü 2. O 2 qabağa necə gələr? Olacaq 2'də 1 vurulsun. 4 əsasdan 20'ye bir dənə A deyirəm də buradan. 4 əsasdan 20'ye bir dənə A deyirəm. 4 əsasdan 5 əsasdan 20'ye də bir dənə P. Olacaq mən şurada 2'də 1 A. Plus. Bu 2'də 1 B. Bölünsün AB. Rahatsız. Bunu da belə yaza bilərəm. 2'də 1 vurulsun. A plus B bölünsün AB. Bu da olacaq 2'də 1 vurulsun. A bölünsün AB plus B bölünsün AB. Bu da olacaq 2'də 1 vurulsun. 1 böl B plus 1 böl A. Bu da olacaqdır 2'də 1 vurulsun. İndi uşaqlar, bu adırsa 1 böl A nədir? Möhtəşəmsiz. Logaritma 20 əsasdan 4. Bəs bu B-dirsə 1 böl B nədir? Logaritma 20 əsasdan 5. Bəs 20 əsasdan 4 ilə 20 əsasdan 5 toplayanda bir cavab 2'də 1. Amma mən nəyi tapdım? Bəli, 1 böl A-nı 1 böl 2 tapdım. Demək ki, A neçədir? Sonuncu sual. Sonuncu sual. Ya Allah. Getdik. Deməli uşaqlar, logaritmanın xassəsinə görə bunu mən logaritma 3 əsasdan 75 çıxılsın, logaritma 3 əsasdan 441 kimi yaza bilərəm. Daha sonra 75'i nə düşünürəm uşaqlar? 75 3 vur, 5 vur, 5'dir, düzdürmü? Bəli. Bəli. Nətər yazaram bunda? 3 əsasdan 3 plus, 3 əsasdan 5 plus, 3 əsasdan 5. Çıx. Çıxdan sonra bir dənə nə edirəm? Möhtərizə asma. 441, 7 vur, 7 vur. 49, 441 nədir uşaqlar? 49 vur 3'dür. 9 vur 9'dur. Dəqiq? 7 vur 60. 7 vur 3 vur 3. Bəli, 3 vur 3. Onda nə tər yazarım uşaqlar? 3 əsasdan 7. Üstə gəl bir dənə də 3 əsasdan 7. Üstə gəl 3 əsasdan 3, birisi 3 əsasdan 3. İndi gətirib uşaqlar yerinə qoysam, 3 əsasdan 5'ləri A ilə, 3 əsasdan 7'ləri B ilə əvəzləsəm. Nə alaram? 1 plus 2A çıxılsın, 2B üstə gəlinsin 2. Bu da olacaq 1 plus 2A minus 2B minus 2. O da 2A minus 2B minus 1. Təbrik edirəm uşaqlar. Son möhtəşəm bir dərs. Uşaqlar, yerinizdə qalxdı bir dənə bunu paylayayım. 5 dəqiqədən orada elə narahat olun. Mən yandırayım müəllim. Söndür.